Hamıya salam, kanalıma xoş gəlmisiniz və bu mikrofonu çox bəyənirəm. Ona görə mikrofondan danışıram. Yəni bu yenə podkast videosu deyil. Əksinə qarışıq bir vloqdur. Yayda günlərim necə keçir onu görəcəksiniz. Bir də videonun axırlarında yəqin 1-2 dənə demək istədiyim şey var, onun haqqında danışacağam. Sizə xoş izləmələr. İndi hazırlaşıram tez ofisə getməyə. Tez qaçdım. Dostlar, yəqin ki bilirsiniz ki mənim öz DİM buraxılışdan hazırlıq kursum var və hal-hazırda tamamilə ödənişsiz, pulsuz bir webinar keçirirəm. Harda ki sizin DİM imtahanı haqqında bütün suallarınıza cavab verəcəm. 1 saatlıq Zoom görüş olacaq və şəxsən mən bütün suallarınızı cavablandıracağam və ya cavablandırmağa çalışacağam. Çünki artıq 150 nəfər var və dəhşət çox sual var. Ona görə indidən hazırlaşıram, suallarınızı qeyd edirəm, cavabımı hazırlayıram və hələ də qeydiyyat davam eləyir. Webinarımız 11 avqust saat axşam 7-də olacaq. Ona görə də həqiqətən tövsiyə edirəm ki, qaçırmayın bu webinarı. Çünki böyük ehtimalla bir də təkrarı olmaya bilər. Qeydiyyat üçün aşağıda qoyacağım formu doldurmalısınız. Sadəcə formu doldurursunuz və qeydiyyatdan keçmiş sayılırsınız. Emil bəy, salam. Büzüş. Belə ofis heç yerdə yoxdur. PlayStation-ımız. PlayStation neçədir? 5. Ən axırıncı. 5. Ən axırıncı. Nə düşünürsünüz PlayStation haqqında? Bütün müəllimlər oynayır. Heç bir şey. Pas x'də, udar kvadratdır. Qabağa belə pas düzəltdir. Qapısını çox sıxma yəni. Sən tavarsan. Al, qoşun. Uydu. Ya belə seçdin sən oranı. Yəni gözlədiniz? Buna görə не указывайте, да? Mən kömək haqqı aldım. Auditoriyadan kömək. So sad how the seasons change. İndi konsultasiyanı göstərirəm sizə necə keçir. Keçən dəfə storydə də paylaşmışdım, ofisimizdə remont gedir. İndi burada kontentlər çəkməliyəm. Pardon my plea, but would you allow Ortada bəs şey necə? if once Gölcan in a Zahid Fuad. while Zahid Duyğu Cəsur. Bugünkü vloqu əslində çox daha gözəl şəkildə başlaya bilərdim. Xəyallarımda necə idi? Səhər 5-də oyanmışdım ki, mən produktiv səhər keçirəcəm, gedirəm Ağşəhərə, bulvara, qaçışa. Amma təbii ki, Bakının havası təəccübləndirmədi. Çox dəhşət külək var. Ona görə də planlarım pozuldu və gedə bilmədim. Və indi hazırlaşdım. Çıxıram təbii ki, hara? İşə, ofisə. Nəysə, amma bu səhər qaçışı planımı eləyəcəm mütləq bir gün. One day. Amma çox mistik bir şəkildə hər dəfə mən bu qaçışı planlayanda nəsə olur ki, mən gedə bilmirəm və 99% ehtimalla həmin gün külək olur. Yəni bu 4-cü, 5-ci dəfədir ki, mən oyanıram və görürəm dəhşət küləkdir. Dünən hava super idi, indi niyə külək olur? Yəni sizə kameranı göstərim, baxın. I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love, moving through me like a wildfire. Like a wildfire. Burada bir də büyüyə bax. Dönə bomba büyüdü. Paparazzi kimi hiss edirəm. Never the same. Bu ne mənim psixoloji seçdir ha, əminəm. Mənim psixoloji seçdir. Bir gün görelim
Ben gösterme orada. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire. Like a wildfire. Uşaqlar, bayaq Jackcan maşından yanımızdan keçdi və belə bir sualımız var. Jackcan yoxsa Brüssel? Jackson. Forever Jackson. Bu nə deyirlər? Yanğı söndürəndir? Yox. Doğru. Ha, burada çəkilir. Kino çəkilişi buradadır, oy da. What can you say when love goes that hasn't said before? Axırıncı dəfə burada məktəb vaxtı olmuşam. Ekskursiyaya gəlmişdim mən. Şagird dərs etdim. Words to sing anymore. Bugün Numera komandası qonaqlıqdadır. Gəlmişik indi də çay içməyə. I only know you and I sit alone. My heart Bugün tam turist olduq. Bakını kəşf elədim yenidən. just listen to rain as it falls to the ground. İndidən hazırıq biz qışa. Bunu gördüyüm şey yadıma düşdü. Amerikada hostanam həmişə hər gün durub səhər tezdən kalendar dəyişirdi. Belə kubiklər idi. Hər gün, amma belə böyük idi. Burada kameranı istifadə etməyi öyrənirik. Süperdir. Bəli, xanım, siz zəhmət olmasa mənə dərsi göndərərsiniz. And honestly, I don't know why. Biz gəlmişik mədəni istirahətə. Bir dənə sual var, deyir ki, bir dəqiqəlik bütün dünya səni eşitsə, həmin mikrofona nə deyərsən? Təzərrütcə düşündüm ki, o suala böyük ehtimalla cavab verərdim ki, heç vaxt öyrənməyi dayandırmayın. Hər gün yeni şeylər öyrənmək, birincisi, sizin həyata qarşı olan sevginizi artıracaq. Çünki başa düşəcəksiniz ki, hər gün yaşamağa dəyər. Oxumadığım yüzlərlə kitab, baxmadığım minlərlə film, getmədiyim, görmədiyim o qədər yerlər var və öyrənməli hələ milyonlarla şey var. İkincisi isə insanın biraz egosunu aşağı salır. Çünki görəndə ki, nə qədər şey əslində sən bilmirsən, başa düşürsən ki, düşündüyün qədər ağıllı deyilmişsən deməmişkən. Məsələn, hal-hazırda mənim belə bir bilik dəftəri adlandırdığım dəftər var. Hara ki, çoxlu notlar alıram. Hər hansısa bir mövzu haqqında podkasta baxıram, oxuyuram, araşdırıram həmin mövzunu və sonra notlarımı yazıram bura. Genetikadan tutmuş tarixə qədər, tarixdən tutmuş spiritualizmə qədər. Baxın, bu cür görünür təxminən səhifələrim. Hətta bəzən şəkillər, qrafiklər falan da çəkirəm ki, daha yaxşı mövzunu başa düşüm. Yəni dərs kimi yanaşıram buna. Elə bil yeni bir dərsi öyrənirəm, onun mövzu haqqında mənə imtahan eləyəcəklər. O dərəcədə dərinliklərə gedirəm.
Və çox önəmlidir ki, məsələn, mənim hal-hazırda oxuduğum ixtisas molekulyar biologiya və genetikadır. Mən çalışıram ki, daha çox genetikaya fokuslanmayım, çünki təbii ki, genetikadan nəsə araşdırmaq mənə daha çox zövq verir, daha çox xoşuma gəlir. Amma tutaq ki, tarix fənnini uşaqlıqdan sevməmişəm. Çalışıram o komfort zonamdan çıxım və gedim tutaq ki, tarix haqqında mövzular araşdırım. Həmin mövzu haqqında biliksiz olmağı da istəmirəm. O hissi yaşamamaq üçün çalışıram hər şey haqqında öyrənim, daha çox dünya görüşlü olum. Və səbəb təbii ki də təkcə o deyil. Yəni insanın özünə də çox xoş olur ki, yeni şeylər öyrənir, bilir ki, yəni hər gün daha da beynində qırışların sayını artırır. Məsələn, təzəlikcə epigenetika mövzusunu araşdırdım, daha sonra spiritualizm, manifest, xəyallar, reallıqlar və hətta o haqqda video da çəkdim. Yəni araşdırıram, notlarımı alıram və sonra sizlərlə də bölüşürəm. Belə bir yeni podkast tipi yaratmışam kanalımda. Yəni məncə həqiqətən hər gün yeni bir mövzunu araşdırmağın çox böyük bir faydası var insana. Hətta məsələn YouTube-da özüm üçün belə bir playlist yaratmışam. Harda ki mənə maraqlı olan mövzuları seçib saxlamışam. Müxtəlif podkastlar olsun, lecturelar olsun, universitet dərslərini belə saxlamışam. Harvardın, Yale-in, yəni hamıya açıq belə bir leksiyaları var. Yəni baxın, save elədiyim videolardır. Mənə maraqlı olan mövzular. Əslində çox qarışıq mövzular var. Nə bilim, insanın beyninin işləməsindən tutmuş, işığın necə yarandığından, ya biraz manifestlərdən, nə bilim, Yale Universitetinin 17 il əvvəl paylaşdığı bir lecture olsun. Yəni belə lecturelar çox var internetdə. Ona görə də niyə də bunlardan istifadə eləməyək? Yəni bu günləri bizim bu cür şanslarımız var ki, müxtəlif mövzuları rahatlıqla öyrənə bilək və bu şansdan istifadə eləməmək həqiqətən də ağılsızlıq olar. Ona görə də çalışın maksimum nələrsə öyrənin. Gəldik kitabxanama. Hal-hazırda bu kitabı oxuyuram. Psixoloji bir romandır. Bir də maraqlı bir şey deyim sizə. Keçən videomda hamı Instagramda, TikTokda yazırdı ki, bəs sənin danışdığın şey bu Gecə Yarası kitabxanası kitabının mövzusudur. Və ən ironik olan odur ki, mən bu kitabı hardasa 1-2 ay əvvəl universitetdən qayıtmazdan qabaq metro keçidində gördüm, aldım və gətirdim Bakıya ki, oxuyaram burada. Sadəcə adını eşitmişdim. Hansısa bir bloger tərifləyirdi ki, bəs çox yaxşı kitabda oxuyarsınız. Yəni mən bu kitabı oxumadan həqiqətən o mövzuları danışmışam. Yəni heç bir fikrim yox idi ki, burada deyilənlərdə. Görürsünüz, kitab açılmayıb belə. Amma artıq maraqlı gəldi. Bunu da oxuyacağam, çünki mövzusu deməmişkən çox maraqlıymış. Belə kitabxanamı da göstərim. Həmçinin insanın dost ətrafı da buna çox təsir eləyir. Məsələn, mənim hal-hazırda yaxın ətrafımda elə insanlardır ki, mən bu mövzuları rahatlıqla araşdırıb gedib onlarla bölüşə bilərəm. Çünki bilirəm ki, onlara da maraqlıdır. Və ya onlar nəsə öyrənəndə gəlib məndən bölüşürlər və belə əgər intellektual oturub söhbət apara biləcəyim insanlardırsa, həmin insanları mən yaxın ətrafımda saxlayıram. Yəni bir-birinizdən nəsə öyrənə biləcəyiniz dostlarınız olmalıdır. Deyəsən bu video vloqdan çıxıb podkasta döndü. Ona görə burada dayanıram artıq. Yoxsa danışsam dayanmadan danışmağa davam edəcəm. Kameraya nə oldu belə? Birdən öz-özünə yaxınlaşdı. Bəli, ona görə videonu burada sonlandırıram. Ümid edirəm bəyəndiniz. Yəni günlərimi sadəcə qarışıq çəkmişəm oradan-buradan. Sizə maraqlı olacağını düşündüyüm üçün də paylaşıram. Videomuz burada bitir. Gələn videolarda görüşənədək. Sağ olun.